VAZ-2106 Sovet ve Rusya istehsalı sedan kuzov tipli kiçik sinif arxa ötürücülü avtomobildir. VAZ-2103 modelinin təkmilləşdirilmiş versiyasıdır və 1976-cı ildə Volj Avtomobil Zavodundan başlamaqla 2006-cı ilə qədər buraxılmışdır. 1998-ci ildə istehsal hissə Sızranda yerləşən Roslada, 2001-ci ildə Ukraynanın Xerson şəhərində yerləşən Antorus, 2002-ci ildə isə İjevskdə yerləşən İj-Avto müəssisəsinə köçürülmüşdür. Maşın 2006-cı ildə istehsaldan çıxarılanədək İj-Avtoda buraxılmışdır. Tolyattidə son VAZ-2106 2001-ci ilin 28 dekabrında yığılmışdır. Ən kütləvi və məşhur Sovet maşını müxtəlif zavodlarda 4,3 milyondan çox tirajla istehsal olunmuş və yığılmışdır. 06-nın uzunluğu 4166, eni 1611, hündürlüyü 1440, təkər bazası 2424 mm bərabərdir. Çəkisi 1035 kg, yanacaq çəninin həcmi isə 39 litr təşkil edir. VAZ-2106-nın hazırlanması 1974-cü ildə Volj Avtozavodunun stil mərkəzinin mütəxəssisləri tərəfindən 21031 layihəsi kimi başladılmışdı. 21031 istehsalı yenicə mənimsənilmiş VAZ-21011 modelinə analoji idi. 21003 modelinin yenilənməsi üçün texniki tapşırığın tələbləri, bahalı xrom və metal detalların ixtisarı, həmçinin minimum xərclə işıq texnikasının son Avropa standartlarına qədər təkmilləşdirilməsi ilə bağlı idi. Avtomobilin həmin dövrün ruhuna uyğun olaraq qara plastikin istifadə edildiyi eksteryeri Antipin, orijinal arxa fənərlər isə Stepanov tərəfindən yaradılmışdı. Ön üzlük, arxa baqaj paneli, bamperlər, təkər qalpaqları, yana dönmə işıqları, ventilyasiya barmaqlıqları, zavod nişanı dəyişilmişdi. Sovet dizaynerlərinin fikirlərinə görə Fiat embleminin yuxarıdan dartılması ilə alınmış VAZ-2103 firma nişanında heraldik qayığın silueti ciddi şəkildə pozulmuşdu. 2106-da isə o düzəldildi. İnteryerdə üzlüklər və qapı dirsəkaltıları dəyişildi. 1977-ci ilə qədər VAZ-2103 dirsəkaltıları quraşdırılırdı. Oturacaqların yuxarısı velürdən oldu. Öndə isə hündürlüyü tənzimlənən başaltılar yerləşdirildi. Ucuz tərtibatlı versiyalarda VAZ-2103 oturacaq dəsti quraşdırıla bilirdi, amma yenə də öndə başaltılar nəzərdə tutulmuşdu. İdarəetmə orqanlarına qəza siqnalizasiyası, alın şüşəsinin yuyucusunun sükanaltı keçirici ilə işlədilməsi və cihazlar panelinin işıqlandırılmasında reostat əlavə edildi. Konsolda əyləc mayesinin aşağı səviyyəsinin ayrıca nəzarət lampası yarandı. VAZ-2103-də o, əl əyləcinin indikatoru ilə birləşdirilmişdi. Yanıb sönmə əyləcin aktiv olduğunu, daimi yanma isə çəndə aşağı maye səviyyəsini göstərirdi. Daha yaxşı komplektasiyalar radio qəbul edici, arxa şüşə qızdırıcısı və arxa bamperin altına bərkidilmiş qırmızı duman əleyhinə fənərlə təchiz olunurdu. Həmin fənər adi halda sol, sükana sağda olan eksport nümunələrində isə sağ tərəfdə olurdu. VAZ-2106 4 faralı əsas işıq sistemi ilə təchiz olunmuş sonuncu kütləvi Sovet avtomobili və ventilyasiyalı nəfəslik və təkər qalpaqları ilə təchiz olunmuş sonuncu Jiguli modelidir. VAZ-2106-nın arxa fənərlərində Sovet avtosənayesi üçün ilk dəfə olaraq bütöv korpusda döngə işıqları, qabarit işıqlar, stop siqnallar, arxaya hərəkət işıqları və işıq qaytarıcıları yerləşdirilmişdir. Antipin onu da qeyd edib ki, nömrə işıqlarının arxa fənərlərdə yerləşdirilməsi halı da dünya təcrübəsində ilkdir və ayrıca patentə hüququ çatır. Avtomobil üçün 2103 mühərrikinin bir variantı hazırlanmışdı. 21011 motorunun yaradılması yolu ilə gedərək silindrlərin diametri 76-dan 79 mm-ə qədər artırıldı. Nəticədə 1,57 litr iş həcmi alındı. Yeni uzun gedişli motor baza ilə müqayisədə daha aşağı dövrələrdə 12% çox fırlanmağını verirdi. Lakin brutto güc həmin dövrdə qüvvədə olan standartlara görə təkcə 78 at gücü təşkil etdi. Bu modelin mühərriki ən güclü Sovet seriyalı kiçik litrajlı avtomobil motoru sayılır. Reallıqda 75 at gücü hasil edən motorla 06 16 saniyəyə saatda 100 km yığır, saatda 152 km-ə qədər sürətlənə bilir. Yanacaq sərfiyyatı isə şəhərdə 100 km məsafəyə 10-11, şəhərdən kənarda 7-8 litr təşkil edir. Yeni giriş sistemlərinə görə 80 at gücü almaq ehtimal olunurdu. Lakin digər mühərriklərlə eyniləşmək üçün girişi dəyişmədilər. Buna baxmayaraq sürət qutusunu yeni mühərriklə uyğunlaşdırdılar. Əvvəlcə ilk 3 pillədə azalma
azaldılmış ötürücü sayı ilə fərqlənən xüsusi sürət qutusu yaratdılar. Daha sonra isə avtomobillərin bir hissəsini əsas tütü 3,9-a qədər azaldılmış ötürücü saylı reduktorla təchiz etdilər. İlişmə də dəyişildi. Diyafraqma yaylarının sərtliyi və friksiyon yamaqların sahəsi artırıldı. Minimal dəyişikliklər edilmiş yeni güc aqreqatı həmin vaxt istehsalına hazırlanan VAZ-21-21 Niva modeli üçün də istifadə edilmişdi. Niva'nın VAZ-2106-dan mənimsədiyi digər əsas elementlər faralardan başqa bütün işıq siqnalizasiya dəsti və ön oturacaqların başaltıları oldu. 1986-cı ilin qiymət siyahısına əsasən VAZ-2106-nın qiyməti 9100 rubl təşkil edirdi. Niva'nın konstruktiv cəhətdən mürəkkəbliyinə baxmayaraq qiyməti 9000 rubla bərabər idi. VAZ-2103-də olduğu kimi yeni model daha 2 aşağı güclü modifikasiya ilə də buraxılacaqdı. Elə 72 at güclü 1,5 litrlik 03 və 64 at güclü 1,3 litrlik 011 motorları ilə. Kuzov üçün artıq ənənəvi olaraq sağ sükanlı tərtibatı mümkünlüyü də nəzərdə tutulmuşdu. Onu da qeyd etmək lazımdır ki, VAZ-2101-də olduğu kimi marketinq təsəvvürlərinə görə 2103-ün yenilənmiş versiyasının yaranması 2103-ün özünün dərhal istehsaldan çıxarılması demək deyildi. Özü də 1982-1984-cü illərdə VAZ eyni vaxtda 3 lüks avtomobili 2103, 2106 və 2107-ni buraxıb. Bu şərtlər daxilində yenilənmiş maşın üçün tam məntiqli 21031 adının seçilməsi gələcək istifadə üçün az perspektivli idi və ona görə 21006 adı ilə əvəz edildi. 21032, 21033, 21035 və 21036 pozisiyaları artıq istifadə olunurdu. Bu oxşar rəqəm indekslərinin alıcıya görə narahat olmasını nəzərə almadan belə yerdə qalan 5 rəqəmli indeks 3 mühərrikin 6 yeni uyğunluğu və 2 sağ və sol sükan kuzovları üçün kifayət etməyəcəkdi. Hələ üstəlik yeni modifikasiyaların da yaranma ehtimalı var idi. Azad olmuş 21031 indeksi 21003-ün yeni mühərriklə təchiz olunmuş və barəsində alıcı rəyinin öyrənilməsi üçün 1975-ci ilin yazında 150-200 ədədlik partiya ilə buraxılan əsl modifikasiyaları üçün istifadə olundu. Bu maşınların fərqli cəhəti quraşdırılmış sürət qutusuna görə mühərrikin silindirlər bloku başlığının qırmızı və ya sarı rəngi idi. Qırmızı köhnə, sarı yeni uyğunlaşdırılmış sürət qutusu deməkdir. Lakin VAZ-2101 modelin rəsmi modifikasiya siyahısında qeyd olunmur. Onun şərtiliyi həm də o faktla təsdiq olunur ki, avtomobillərin identifikasiyasında adi 2103 zavod lövhələrindən istifadə olunub. Lövhənin üzərində də bir rəqəmi sonradan əlavə edilib. Maraqlıdır ki, VAZ-2106-nın ilk partiyalarında isə mühərriklər rəsmi lövhədə VAZ-2131 kimi qeyd olunurdu. İlk VAZ-2106 avtomobili qarşıdan gələn 1976-cı il ərəfəsində əsas konveyerdə yığıldı. Lakin yeni modelin kütləvi buraxılışı konveyerin 3-cü xəttində təxminən ay yarımdan sonra 21 fevralda başladı. Elə həmin ilin 28 dekabrında bu modelin nümunəsi Volj avtomobil zavodunda buraxılan 3 milyonuncu, 1978-ci ilin 3 iyununda isə 4 milyonuncu avtomobil oldu. 1977-ci ilin sentyabrında model keyfiyyət nişanına yiyələndi. 1979-cu ilin iyununda Çexoslovakiya Sosialist Respublikasına göndərilən VAZ-2106-lardan biri iqtisadi qarşılıqlı yardım ölkələrinə qoyulan 1 milyonuncu avtomobil oldu. İstehsal dövrü ərzində avtomobildə dəfələrlə kiçik dəyişikliklər edilmişdir. 1977-ci ildə peçin deflektorları azca dəyişildi. Həm spidometrdə, həm də taxometrdə nəzarət lampalarının piktoqramı yarandı. 1981-ci ildə isə o, digər nəzarət cihazlarında da aydınlaşdırıcı yazılar əlavə etməklə yeniləndi. 1980-cı ildə bütün Jigulilər əvvəlki Weberin əvəzinə ozon karbürator ilə təchiz olunmağa başlanıldı. 1982-ci ildə qəza siqnalizasiyasının düyməsinin görünüşü dəyişildi. 2103-ün istehsaldan çıxarılmasından sonra 06-larda bir neçə il ərzində molding dəsti hissə-hissə dəyişildi. Kuzov boyu kəmər elementlərinin uclarına fiksator əlavə edildi. Aşağı xrom moldinglərin əvəzinə qara plastik yarandı. Təkər arkalarının haşiyələri və yan işıq texnikasının, yəni döngə işıqlarının və arxa qanadlarda işıq qaytarıcılarının xrom çəmbəri tərtibatdan çıxarıldı. Həmin qaytarıcılar 1987-ci ildə tamamilə ləğv edildi. 1986-cı ildə VAZ-2106, VAZ-2105 arxa əyləcilərini, bir il sonra isə həmin modelin sürət qutusunu da əldə etdi. 05-dən mənimsənilən daha bir detal kuzovun arxa dayaqlarının ventilyasiya barmaqlığı oldu. Elektroavadanlıq sxemi də sadələşdi. 1987-ci ildə ön qapıların aşağısına qoyulmuş qırmızı fənərlər işıq qaytarıcılarla əvəz edildi.
edildi. 1993-cü ildə isə əl əyləcinin nəzarət lampasının yanıb sönən relesi sxemdən çıxarıldı. 80-cı illərin sonunda xrom su kəməri novları ləğv edildi. 1990-cı ildə isə disk qalpaqlarının əvəzinə çarx topu qalpaqları ilə təchiz olunmuş ilk zavod maşınları yarandı. Daha sonra kuzovla bamper arasında yerləşən palçıq əleyhinə günlükdən də imtina etdilər. Zavod nişanlı fonu albalı rənginin əvəzinə qara oldu. İnteryerdən xrom və ağac imitasiyaları tədricən aradan qaldırıldı. Salon üzləməsinin müxtəlif rəng variasiyaları da yoxa çıxdı. 1993-cü ildə modelin sonrakı ucuzlaşdırılması üçün zavod hətta yan moldinglərdən imtina etməyə cəhd də göstərdi. Lakin bu dırnaqarası yenilik heç yaxşı qarşılanmadı və tezliklə bu fikirdən vaz keçdilər. Bu formada buraxılan maşınlar xalq tərəfindən lüt adlandırıldı. 90-cı illərin ikinci yarısında ətalət təhlükəsizlik kəmərləri, 2105 ailəsinin sonrakı versiyalarının sükan çarxı, ştat duman əleyhinə fənər və opsional ön elektrik şüşə qaldırıcıları quraşdırılmağa başlanıldı. Son illərin nümunələrində arxa fənərlərdə çərçivə xromlarından imtina edildi və radiator barmaqlığı da çox vaxt xromla təchiz olunmurdu. İjevskdə buraxılan maşınlar İJ-21-26 Oda maşınının ön oturacaqları ilə təchiz olunurdu. 1976-cı ildən 1982-ci ilə qədər kifayət qədər uzun zaman Jiguli qammasında rahat və etibarlı avtomobil reputasiyasını haqlı olaraq qazanan prestijli model kimi qalmışdır. Bu keyfiyyətlər və getdikcə qiymətin ucuzlaşması nəticəsində 80-cı illərin sonundan 2000-ci illərə qədər əhalinin aşağı təbəqəsi arasında yönəlməsinə və ildən ilə yığılma və detal keyfiyyətlərin aşağı düşməsinə baxmayaraq sabit tələblə istifadə edilmişdir. 06 Jiguli model xəttində uzun müddət ən səssiz avtomobil kimi qalmışdır. Təcrübə göstərir ki, hətta ondan sonra çıxan 2105 və 2107 maşınlarının salonları 2106-dan daha səsli küylüdür. 2006-cı ilin yanvarında VAZ 2106-nın istehsalı buraxılışın başlanmasından 30 il sonra dayandırılmışdır. Ən keyfiyyətli VAZ 2106-lar 1996-1999-cu illərdə buraxılanlar hesab edilir. Həmin vaxt VAZ 2106 ilə eyni konveyerdə yüksək keyfiyyətli metal, plastik və lak boya örtüyü istifadə olunan 10-cu model istehsal olunurdu. VAZ 2106 mühərrik həcmi 1,6 litrə bərabər olan əsas modeldir. VAZ 2106 Turist texniki müdiriyyətin sifarişi ilə kuzova palatka quraşdırılmış pikapdır. Layihə rəhbərlik tərəfindən dayandırıldı. Yeganə gümüşü nümunə isə qırmızı rəngə boyandı və sonralar zavod daxili texnika kimi istifadə olundu. VAZ 21061 mühərriki VAZ 2103 olan versiyadır. Daxili bazar üçün buraxılan bu avtomobillərin bir hissəsində mühərrikin soyudulma sistemi sadələşdirilmişdi. Elektroventilyatör yox idi. Hər isə birbaşa soyuducu mayenin nasosunun küncündəki vala quraşdırılmışdı. Postsovet illərində VAZ 2105 bamperləri ilə zavod komplektasiyası da buraxılırdı. Eksport nümunələri daha yaxşı interyer və elektroavadanlıq sxemində kiçik dəyişikliklərlə fərqlənirdi. Bəzi avtomobillər faranın fırçaları və UDC ilə də təchiz olunurdu. Kanadaya ixrac edilən xüsusi versiyanı əvvəlcə bu indekslə adlandırma nəzərdə tutulmuşdu. Kanada komplektasiyasının əsl adında sonralar 037 əlavəsi yer aldı. Bu versiya qara plastikdən əlavələr və dişsiz xüsusi alüminium bamperlərlə təchiz olunurdu. Öndə bamperə fənərciklər yerləşdirilmişdi. Həmçinin hidrodayağın da quraşdırılması da mümkün idi. Sonralar Niderland, Böyük Britaniya kimi digər ölkələrə ixrac olunan maşınlar da belə bamperlərlə təchiz olunurdular. Həmin bamperlər üzərinə heç bir fənərcik və ya digər şeylər quraşdırılmadan dəyişilmiş görünüşdə VAZ 21-21 üçün standart olmağa başladılar. Bu fakt Nivanın bamperlərinin bir çox detallarının adlandırılmasında Sovet dövrünün kataloqlarında 21061 indeksindən istifadə olunması ilə də təsdiq olunur. VAZ 21062 VAZ 21006-nın idarəetmə orqanları sağda yerləşən eksport modifikasiyasıdır. VAZ 21063 VAZ 21011 mühərriki ilə təchiz olunmuş versiyadır və 1994-cü il 19 aprel tarixində 21001 və 21011 mühərriklərinin istehsalının dayandırılmasına uyğun olaraq 1994-cü ilə qədər buraxılıb. Mühərrik nisbətən təkmilləşdirilmişdi. Yanacaq təzyiqi sensoru və kəmər ötürücülü fərin əvəzinə elektroventilyatörlə təchiz olunmuşdu. Versiya həmçinin işlənmiş qazların çıxışı üçün digərlərindən fərqli olaraq ikisinin əvəzinə bir rezonatorla təchiz olunurdu. Son illərin avtomobilləri 21005 modelinin bamperləri ilə də buraxıla bilirdi. VAZ 21064 VAZ 21061-in idarəetmə orqanları sağda yerləşən eksport modifikasiyasıdır. VAZ 21065 1990-cı ildən 2001-ci ilə qədər buraxılan ən yaxşı komplektasiya ilə təkmilləşdirilmiş
modifikasiyadır. Baza modelindən daha güclü generator, 5 pilləli sürət qutusu, 3.9 ötürücü saylı arxa körpü reduktoru, kontaktsız alışma sistemi, Solex karburatoru, halogen faraları, oturacaqların üzlənməsi və başaltıları, həmçinin arxa duman əleyhinə fənərin ştat təchizatına daxil olması və arxa şüşənin elektrik qızdırıcısı ilə fərqlənirdi. VAZ 2105 təkərləri və çox hissəsi 0.5 bamperləri ilə təchiz olunurdu. Eksporta gedən maşınların bir hissəsinə isə əvvəlki kimi təkmilləşdirilmiş VAZ 21-21 bamperləri quraşdırılırdı. 21065-01 komplektasiyası 2103 modelinin mühərriki ilə təchiz olunurdu. VAZ 21066 VAZ 21063-ün idarəetmə orqanları sağda yerləşən eksport modifikasiyasıdır. VAZ 21067 Ijevskdə buraxılan son 06 versiyasıdır. Bu versiya baza motordan katalizatorlu püskürmə sistemi ilə fərqlənən VAZ 21067 mühərriki ilə təchiz olunurdu. Bu da Avro 2 ekoloji standartlarına cavab verirdi. VAZ 2106-07 yarım 1979-cu ildə SSR-nin yüksək rəhbərliyinə VAZ 2107-nin təcrübə nümunələrinin nümayişindən sonra Brejnev və ya onun ətrafından birinin xüsusi sifarişi ilə yeganə nümunədə hazırlanmışdır. Eksport bamperləri ilə yanaşı 2107 oturacaqları və radiator barmaqlığı, həmçinin barmaqlığın formasına görə dəyişilmiş kapotla fərqlənirdi. VAZ 21068, VAZ 21008 və VAZ 21083 motorlarının hazırlıq dövründə onların aqreqatları və detalları ilə təchiz olunmuş versiyadır. VAZ 21069 rotor motorlu versiyadır. Müxtəlif illərdə 120 və 140 güclü rotor mühərrikləri ilə təchiz olunub. Xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanmışdır. VAZ 21006-nın müsbət cəhətlərinə sadə konstruksiya, yüksək təmirə yararlılıq, ehtiyat hissələrinin çox və ucuz olması, aşağı xidmət xərclərinə aid etmək olar. Bu cəhətlər ölkəmizdə də müsbət dəyərləndirilir. Hal-hazırda Azərbaycanda ən çox sürülən avtomobillərdən biridir. Qiyməti ilindən, vəziyyətindən, mühərrik həcmindən asılı olaraq 500 manatdan 16.000 manata qədərdir. Belə qiymətlər digər klassik Jiguli modellərinə nisbətən yuxarıdır. Bu da onun müsbət cəhətləri ilə bağlıdır.